Asan Xidmətin Bilim Bakı Mərkəzinin DNYAP texnologiya proqramının birinci məzun günü keçirilib. Açılış mərasimində çıxış edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev proqramın əhəmiyyəti, qazanılan uğurlar barədə danışıb. Həmçinin bildirib ki, Bilim Azərbaycan proqramına maraq hətta Türkiyədəkindən də yüksəkdir. Təhsil sahəsində aparılan işlərdən biri də kiçik bir töhfə də olsa, əgər bu bilim layihəsi öz töhfəsini verirsə, əlbəttə bu bizim üçün sevindirici haldır. 80 şagird seçilir minlərlə şagirdin içində və o 80 şagirdin 74-ü beynəlxalq olimpiyadalarda, müsabiqələrdə iştirak edib və uğur qazanıb. Çox böyük nəticədir. Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə də təbrik nitqi ilə çıxış ediblər. Bilim Azərbaycan layihəsinin rəhbəri Ahmet Kösə DNYAP texnologiya proqramına dair hesabatla çıxış edib və video çarx nümayiş etdirilib. Asan Xidmətin İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov bildirib ki, proqram şagirdlərə yaradıcı düşüncə və innovativ bacarıqlar qazandıran kompleks tədris modelidir. 2022-2025-ci illər üzrə proqramın məzunları müxtəlif yarış və müsabiqələrdə uğurla çıxış edib, bir çox layihələrdə qalib və mükafatçı olublar. Və bu model onlarda yaradıcı düşüncə və texniki biliklərlə yanaşı yumşaq bacarıqların da inkişafına dəstək verir, təkan verir. İnanırıq ki, Asan Xidmət olaraq bu istiqamətdə olan fəaliyyətimiz ölkəmizdə elmin, texnologiyanın və innovasiyaların inkişafına öz mühüm töhfəsini verəcəkdir. Sonda proqramı uğurla başa vuran şagirdlərə məzun diplomları təqdim olunub. Məzunlar təəssüratlarını Asan TV ilə bölüşüblər. Mən gələcəkdə Baykar şirkətində kiber təhlükəsizlik üzrə işləmək istəyirəm. Həqiqətən çox özümlə qürur duyuram ki, burada iştirak etmişəm. Həmçinin mən İtaliyada keçirilən dünya finalında da yer tutub Azərbaycanımızı təmsil etmişəm. Biz ilk 2 il təhsil aldıq. Daha sonra 3-cü il isə müxtəlif yarışlarda ölkəmizi təmsil elədik. Mənim arzum bu sahədə də davam eləməkdir. Texnologiya ilə bağlı dərslər keçdik. Layihələr hazırladıq. Məsələn, layihə şənlikləri oldu. Çox şeylər öyrəndim. Məsələn, C++ öyrəndim burada, kompüterdə işləməyi öyrəndim, layihə hazırlamağı öyrəndim. Burada dərs sürəcində müxtəlif yarışlara qatıldıq. Həmçinin Texnofest kimi ümumi dünya və Azərbaycanda daxil bir neçə yarışlara qatıldıq. Öz sinif yoldaşlarımız arasında da yarış etdik. Bunun üçün çox xoşbəxtəm. Hər şeyə görə təşəkkür edirəm.